Bakı Texnologiya Mərkəzi olaraq podkast layihələrimizi davam etdiririk. Əsasən də IT sahəsi üzrə fəaliyyət göstərmək istəyənlər və ya bu sahədə özünü inkişaf etdirmək istəyənlər üçün bu podkast layihələrimiz daimi olaraq mütəxəssisləri sizlərlə görüşdürəcək. Bugünkü qonağımız Bakı Texnologiya Mərkəzinin təlimçisi Eldar müəllimdir. Eldar müəllim, xoş gəlmisiniz. Hoş gördük. Bizim Eldar müəllimlə tanışdığımız əslində çox uzun müddətə dayanır. Kiber təhlükəsizlik istiqamətində gənclərə IT biliklərini aşılayır. Eldar müəllim də təsdiqləyər ki, IT bilikləri az olan şəxslərin kiber təhlükəsizliyə başlamağı və bu sahədə irəli getmə çabaları belə deyək, çox çətin olur. Eldar müəllim, birinci sual əslində hər kəsi maraqlandıran və şablon bir sual olacaq. Niyə kiber təhlükəsizlik IT-siz olmaz? Niyə IT vacibdir? Yəni IT dediyimiz IT essential səviyyəsində biliklər vacibdir. Ümumiyyətcə, IT Essentials bilikləri nəinki kiber təhlükəsizlik, IT-nin digər sahələri üzrə də vacibdir. Ümumiyyətcə, IT üzrə bilikləri sıfır səviyyəsində olan şəxslər başlayanda, məsələn, birdən-birə şəbəkə inzibatçılığı, sistem inzibatçılığı və yaxud kiber təhlükəsizlik üzrə başlayanda artıq onlarda bir yerdən sonra çətinlik başlayır yaranmağa. Çünki IT-nin fundamental bilikləri olmadığı üçün bir müddətdən sonra artıq çətinləşir, mövzuları mənimsəməkdə çətinlik çəkir. Birdən-birə, məsələn, kiber təhlükəsizliyə başlamaq istəyən şəxslər, tələbələr başlayırlar. Biraz davam edirlər, bir müddətdən sonra artıq Linux öyrənməyə məcbur olurlar. Linuxda artıq kiber təhlükəsizlik olaraq sıfırdan Linux öyrədilmir. Birbaşa olaraq Linuxda hər hansı bir tapşırıqların icra olunması öyrədilir. O zaman da artıq məsələn, minimal Linux bilikləri olmadığı üçün tələbə kurs müddətində başlayır çətinlik çəkməyə. Artıq Linux-la bağlı fundamental bilikləri olmadığı üçün tapşırıqları icra etməkdə çətinlik çəkir. Çünki anlamır, fundamental bilikləri yoxdur. O yüzden yəni IT Essentials həm nəinki kiber təhlükəsizlik, IT-nin digər professional sahələri üstə də inkişaf etməkdə minimal tələbdir demək olar. Bizdə bu proqram əslində aktiv şəkildə davam edir. Sadəcə proqramdan ümumiyyətlə proqram xaricində sual vermək istəyirəm ki, bazarda IT helpdesk vakansiyaları və ya IT-nin əsasları üzrə vakansiyalar nə qədər mövcuddur? Çoxdur? Yəni tələbələr sonradan misal üçün deyək də kiber təhlükəsizliyə başlayırlar və ya o istiqamətdə misal üçün də çətinlik çəkib yolunu bu istiqamətdə davam etdirmək istədiklərində hansı növ çətinliklərlə qarşılaşırlar və ya bazarda hansı rəqabət mühiti davam edir hal-hazırda? Hardasa bir 3-4 il bundan əvvələ getsək, o zaman demək IT Azərbaycanda elə demək olar ki, təzə-təzə başlayırdı inkişaf eləməyə. O vaxt təbii ki, kiber təhlükəsizlik və yaxud şəbəkə inzibatçılığı, sistem inzibatçılığı və süni intellekt kimi mövzular çox da aktual deyildi ölkədə. O yüzden çoxları yönəlirdi elə IT helpdesk üzrə. Çünki yeni açılan şirkətlər var idi, həm özəl, həm də dövlət sektorunda. Yeni açılmış şirkətlər. Bu şirkətlərə həmin vaxt IT üzrə mütəxəssislər lazım idi. Minimal bacarıqları olan, yəni ən azından ofis daxilində bəli, korporativ informasiya texnologiyaları mühitini təmin edə biləcək şəxslər axtarırdılar. O zaman IT helpdesk daha məşhur idi, populyar idi. Kursları bitirdilər, yönəlirdilər. Hətta elə bir hal yarandı ki, bir müddətdən sonra kurslar o qədər çox IT helpdesk yetişdirdi ki, artıq vakansiyalar doldu və digər şəxslərə yer qalmadı. Amma bir müddətdən sonra kiber təhlükəsizlik ölkədə başladı inkişaf eləməyə. O zaman hamı yönəldi kiber təhlükəsizlik sahəsinə. Daha sonra süni intellekt çoxları yönəldi süni intellekt sahəsinə və bu zaman nə baş verdi? IT helpdesk sahəsində artıq bir boşluq yarandı. Hamı digər sahələrə yönəldiyi üçün bu sahədə boşluq yarandı, vakansiyalar yarandı və hal-hazırda da var. LinkedIn platformasında, digər platformalarda, iş axtarış platformalarında təbii ki, müntəzəm olaraq nəzarət yetirsək, görərik ki, daimi olaraq IT mütəxəssis axtarışı var. Aydındır. Bəs bilirik ki, ümumiyyətlə kiber təhlükəsizlik sahəsindən yola çıxırıq da, hər zaman müzakirələrimizi onun əsasında aparırıq, amma kiber təhlükəsizlikdə də beynəlxalq sertifikat
məsələsi gündəmə gəlir. Ümumiyyətlə bu digər sahələrə də artıq sirayət edib ki, beynəlxalq sertifikat bir növ həmin şəxsin bilik və bacarıqlarını sübut edir. Bəs IT helpdesk səviyyəsində bitirən, ya kursu bitirən və ya təhsil səviyyəsində özünü yetişdirən şəxslərin beynəlxalq sertifikat məsələləri necə olur? Bazarda ümumiyyətlə IT helpdesk və IT-nin əsasları sahələri üzrə sertifikasiya sürəci, prosesi necə davam edir? Ümumiyyətcə, hal-hazırda tələbələrə baxsaq, bazarda sertifikatdan çox, əlbəttə ki, tələbənin praktiki biliyinə üstünlük verirlər, yəni namizədin praktiki biliyinə üstünlük verirlər. Amma yaxşı olardı ki, özünü sırf helpdesk sahəsində, yəni IT mütəxəssisliyi hazırlaşan şəxs praktiki bilikləri çox olsa daha da yaxşı, amma təbii ki, sertifikatlı olsa, bir beynəlxalq sertifikat, hansı ki, onun bu nəzəri biliklərini təsdiqləyir. O zaman yolu daha açıq olur və həmin sahədə daha uğurlu olur. Məqsədə uyğun sertifikatlar, məsəl üçün gənclərə, tələbələrə, yeni başlayanlara hansı misal üçün sertifikatı başlamağı tövsiyə eləyərsiniz? Bir də burada bir nüansı da qeyd etmək istəyirəm ki, sertifikatlar beynəlxalq səviyyəli olduğu üçün burada qiymət məsələsi də hər kəsin büdcəsi və cibinə uyğun olmaya bilir. Bəs yeni başlayanlar bu istiqamətdə nələr etməlidirlər ki, və ya yeni başlayıb təcrübə keçdikdən sonra bu rəqəmləri qarşılaya biləcək səviyyəyə gəlsinlər və ya işləyib sonradan bunu almaq imkanı varmı? Və ya şirkətlər buna imkan yaradırmı? Təbii ki, bəzi şirkətlər buna imkan yaradır, sırf öz kadrlarının inkişafı üçün, yəni öz adlarını daha da yaxşılaşdırmaq üçün, populyarlaşdırmaq üçün sertifikatı olan kadr əlbəttə ki, bir şirkəti daha qabağa aparır, daha irəli səviyyəyə aparır. Təbii ki, şirkətlər də buna imkan yaradırlar. Başlamaq istəyən şəxslər əlbəttə ki, sırf IT mütəxəssis sahəsi üzrə, yəni nüvə sahəsi üzrə başlayan şəxslər CompTIA A+ sertifikatı uyğun sertifikatdır. Həmin sertifikat elə bil ki, helpdesk sahəsi üzrə bütün bilikləri əhatə eləyir. Yəni nəzəri Bəs bilikləri. proses uzundurmu bunun sertifikatın alınma prosesi və ya Prosesi- dərsləri təlim? Bəli, təlim müddəti bir tələbəyə 6 ay əslində kifayət edir ki, CompTIA+ sertifikatının tədris müddətini başa vursun. Daha sonra bir ay müddətində də imtahana hazırlıq prosesi keçdikdən sonra artıq sertifikat alına bilər. CompTIA+ sertifikatda bildiyimiz kimi 2 imtahandan ibarətdir. Mərhələndə. Bəli, 2 mərhələdən ibarətdir, 2 imtahandan ibarətdir. Təbii ki, tələbə bir imtahanı verdikdən sonra artıq əlində sertifikatın bir hissəsi olmuş olur. Və bu zaman rahat bir şəkildə vakansiyalara başvuraraq bir iş tapa bilər. Və iş tapdıqdan sonra artıq biraz da praktiki bacarıqlar əldə edəndən sonra ikinci hissəsini də özü sırf hazırlaşa bilər. İmtahandan sırf hazırlaşa bilər və rahat bir şəkildə artıq onun əlində büdcəsi də olacaq, gəliri də olacaq. Ondan istifadə edərək də ala bilər və şirkətə müraciət edə bilər ki, mən filan sertifikat, məsələn, CompTIA+ sertifikatım var, mən ikincisini də almaq istəyirəm. Təbii ki, bunu dərk edən şirkət həmin o namizədə, həmin o işçiyə dəstəyini göstərəcək. Bəs sıra son iki sualım olacaq. Ümumiyyətlə IT helpdesk başlayan və ya işləyən şəxslər gələcəkdə özünü inkişaf etdirməyi hədəfləyirsə, amma kiber təhlükəsizlik deyil və ya hansısa bu sahənin köməkçi qolları deyil və ya əsas qolları deyil, sadəcə bu sahə özünü inkişaf etdirmək istəyirsə, nələr etməlidir? Məsəl üçün, kiber təhlükəsizlik üçün, misal üçün, bir mərhələ şəbəkə təhlükəsizliyi və s. gedirsə, sırf IT helpdesk üzrə özünü inkişaf etdirməyi düşünürsə, planlayırsa, hansı istiqamətlərə yönəlməli və ya hansı istiqamətləri inkişaf etdirməlidir? Helpdesk sahəsindən sırf bu sferada Bəli, söhbət bəli, eləyirikdə, helpdesk sahəsi IT mütəxəssis bəzi şirkətlərdə fərqlənir əslində. Əgər struktur varsa, şirkətlərin çoxunda var kiçik IT mütəxəssis, IT mütəxəssis, baş IT mütəxəssis və IT menecer. Helpdeskin ən üst səviyyəsi deyə bilərik ki, IT menecer. O səviyyədə. Bəli, o səviyyədir. Və yaxud IT menecer artıq səviyyəsinə gəlib çatan işçi artıq helpdesk IT mütəxəssis, IT üzrə baş mütəxəssis artıq həmin namizədlərə göstəriş verir. Rəhbərlik kadrı, idarə etmə kadrıdır və həm də bununla yanaşı müxtəlif IT layihələrin idarə olunmasına da dəstəyin göstərir, həmin layihələri idarə edir. Yəni geniş miqyaslı infrastrukturların qurulması, arxitekturanın qurulması bu şəkildə.
Son olaraq Bakı Texnologiya Mərkəzi bir təlim müəssisəsidir. İstəyirəm biz podkast daxilində çalışırıq ki, həm maarifləndirici, həm də tələbələrə yönəlik bizim kurslarda tədris olunan belə deyək də kursların mövzularını hər podkastın sonunda gənclərə bildirək və onlara bir növ roadmap, yol xəritəsi kimi aydınlıq verək. Bakı Texnologiya Mərkəzində IT Essential kursu keçirilir. Əslində mənim biliyim var, bu mövzular haqqında məlumatım var və bundan məlumatlıyam ki, bizim tədrislər bir növ xüsusi qısa müddətli hazırlanmış, bir növ Cisco-nun da IT Essential sertifikatlarını ala biləcək səviyyədə yəni hazırlanmış proqramlardır. Bəs siz nə düşünürsünüz? Həqiqətən də tələbələrimizə yetərli olan bir silabusa sahibikmi və ya ümumiyyətlə kurslardan söhbət açmışkən, kurslarda IT proqramların öyrədilməsi, onların mövzuları, silabusları nə qədər uyğundur bazara və ya bizim özümüzün bazara nə qədər uyğundur ki, biz kadr yetişdirməkdə və bunu yetişdirmək üçün istifadə olan mövzular və dərslər? Əlbəttə ki, hər bir kursun bu tədrisə yanaşması fərqlidir və təbii ki, o zaman silabuslar da fərqli olmuş olur. Amma biz özümüzdə çalışmışıq ki, silabusu elə tərtib eləyək ki, tələbə kursa başlayan zaman, yəni kurs müddətində, əgər tutaq ki, məsələn, mövzu IT-nin əsaslarıdırsa, sırf helpdesk üzrə yox, IT-nin müxtəlif sahələri üzrə minimal biliklərə sahib olsun. Yəni bu biliklərə Fərqi yoxdur. Biz Xeyr. IT essential'a qatılır və ya helpdesk olmaq Bəli, heç istəyir, bir fərqi yox. yeni başlamaq istəyir. Bizim məqsədimiz odur ki, tələbə IT sahəsi ətrafında geniş miqyaslı minimal IT. biliklər əldə eləsin. Bura daxildir kompüterin əsas hissələrindən başlamış, şəbəkənin əsas anlayışları, ondan sonra Windows əsas anlayışları, əməliyyat sistemin əsas anlayışları, Linux əməliyyat sistemin əsas anlayışları, orada minimal tapşırıqlar artıq icra edə bilir tələbələr. Daha sonra Active Directory tədris olunur. Və ən sonda da təbii ki, kiber təhlükəsizliyin əsasları da tədris olunur. Əlavə olaraq da bizim proqramın sonunda kimi təhlükəsizliyə hazırlıq mərhələsi. Bəli, hazırlıq mərhələsi ki, yəni istənilən əməkdaş fərqi yoxdur. IT mütəxəssisi olsun, şəbəkə inzibatçısı olsun, sistem inzibatçısı olsun, kiber təhlükəsizlik üzrə minimal biliklərə sahib olmalıdır. Bu mütləqdir. Təşəkkürlər Eldar müəllim. Əziz izləyicilər, bundan sonra podkastlarımızı mərhələli və silsiləli şəkildə davam etdirəcəyik. Bugünkü qonağımız IT mütəxəssisi, Bakı Texnologiya Mərkəzinin IT Essential təlimçisi Eldar müəllim idi. Əlavə suallarınız olsa Eldar müəllimi həm LinkedIn-dən, həm Instagram-dan da bu mesajlarınızı ünvanlaya bilərsiniz və kursumuza da əslində Eldar müəllim tədris edir, kursa da qeydiyyatlar davam edir. Siz də öz belə deyək də IT bacarıqlarınızı bizim tədris müəssisəmizdə inkişaf etdirə bilərsiniz.